Mötəbər yarışda ölkəmizi təmsil edən Neftçi klubu futbolçuları doğma azarkeşlər önündə Kiprin Apoel komandasını qəbul edirdilər. Çempionlar Liqasında mübarizəni dayandıran Flaqman Avropa Liqasının qrup mərhələsinə düşmək üçün yaxşı şans qazanmışdı. Bunun üçün də Böyük Hacıyevin komandası son səhvdə uğurla keçməli idi. Rəqib isə Kiprin Apoel komandasıdır. Ötən mövsüm Çempionlar Liqasında 4-1 final mərhələsinədək inamla irəliləyən və bu mərhələdə Madrid Realına uduzan Nikosiya təmsilçisi Bakıya iddialı gəlmişdi. Neftçinin güclü rəqibinə qarşı necə müqavimət göstərəcəyi isə böyük maraqla gözlənilirdi. Oyuna gəldikdə futbolçularımız ilk dəqiqələrdən rəqibdən çəkinmədiklərini nümayiş etdirməyə çalışırdılar. Bunun da nəticəsi kimi Nikolas Canales ilə birinci dəqiqədə hesabı açmağa yaxın oldu. Digər ki, Giotis Dionisios yerli azarkeşlərin belə tez sevinməsinə imkan vermədi. Ardınca Qapıtri Flavinio'nun fərqlənməsinə mane oldu. Meydan sahibləri ilk hissədə bütövlükdə ərazi üstünlüyünə yələndilər, ancaq bu fəallıq fasiləyə də bir fayda vermədi. Maçın ikinci hissəsi qarşılıqlı hücumlar şəraitinə keçsə də Neftçi klubu futbolçuları 82-ci dəqiqədə istəklərinə çatdılar. Oyunun Polşalı baş hakimi Robert Malek qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Penaltisini dəqiq yerinə yetirən Mahir Şükürov komandasını hesabda irəli çıxartdı. Lakin Flaqmanın sevinci çox çəkmədi. Belə ki, müdafiəçilərin kobud səhvi komandamıza baha başa gəldi. Selim Benaşur hədəfdən yayınmadı. Qalan dəqiqələrdə qapılara başqa qol vurulmadı. Neftçi 1, Apoel 1. Bu komandaların cavab oyunu isə avqustun 30-u keçiriləcək.